Sinifdə 28 şagird oxuyur. Sinifdən bir qız gedərsə, qızların sayı oğlanların sayının 5-də 4-nə bərabər olar. Sinifdə neçə oğlan var? Sinifdə 28 nəfər şagirdin x nəfər qız olsa, bu zaman 28 çıx x nəfər də oğlan olar. Qızlardan bir nəfər gedəndə x çıxılsın 1 və oğlanlardan sayı dəyişmir oğlanların 28 çıxılsın x. Bərabər olur 4-ün 5-ə nisbəti. Çarpaz olaraq vuracaq 5x çıxılsın 5 bərabərdir. 4 vurulsun 28. Deməli 80 üzərinə 32. 112 çıxılsın 4x. 4x'i 5x'in yanına 5'i də 4x'in yerini keçirsək 5x çıxılsın. Üstəgəl 4x olacaq. 112 üstəgəlsin 5. 9x bərabərdir 117. X də bərabərdir 117'nin 9'a bölsək bir dəfə, 27'nin içində 3 dəfə. Sinifdə 13 nəfər qız varsa 28 çıx 13, 15 nəfər də oğlan var.